Panik atak streslərdən sonra donmuş, keymiş hiss etmək normaldır. Sanki hissizləşmişəm və hisslərin canlılığın geri qayıtması üçün zaman lazımdır, düzdürmü? Birbaşa hisslər məktəbini əldə eləyin. Panik atak və streslərdən sonra donmuş, keymiş hiss eləmək bilirsiniz nə mənaya gəlir? Bu o mənaya gəlir ki, mənim bədənim həddindən artıq yüklənib və mən halsızam. Heç bir duyğuma təmas eləmək istəmirəm, halım yoxdur. Mən bu panik atakı, stresi o qədər güclü şəkildə keçirtmişəm ki, çətin bir vəziyyətdəyəm. Ağırdır mənim üçün. Hissizləşmək dediyiniz şey budur əslində. Hissizləşməmisiniz. Əksinə, o qədər çox hiss edirsiniz ki, onu daşımaq, ona təmas etmək o qədər çətindir ki, bədən, zehin donmağı seçir. Hisslərin canlılığın geri qayıtması üçün zaman lazımdır, bəli. Amma bu prosesi bu şəkildə keçirdirsinizsə, özünüzə kömək eləyin. Hisslər məktəbini ona görə məsləhət görürəm. Niyə? Panik atak dərəcəsinə keçmişsə, deməli sinir sistemini tənzimləməkdə çətinlik çəkirsiniz. Hisslər məktəbində sinir sistemini tənzimləmək necə olur? Bunu öyrənəcəksiniz. Qəzəbli hiss edirsinizsə, onu boşaldacaq çalışmalar var. Stresli hiss edirsinizsə, stresi bədəndən atmaq çalışması var. Duyğular enerjilərdir əslində. Qəzəbli hiss eləyəndə belə bədəndə çox güclü bir enerji yığılır. Niyə? Sən qəzəbli hiss eləyəndə hormonlar sintez olunur. Adrenalin, kortizol olsun. Bunlar nə edir? Sənə güc verir qaçmağa. Çünki streslisənsə, qaç-savaş reaksiyanı işə düşür və sənin qaça bilməyin üçün adrenalin və sair sintez olunur və sənə enerji verir. Məsələn, kimsə sənə xəyanət eləyir. Qaçmaq nə əlaqə, düzdür? Amma o stres o bədəndən atılmalıdır hisslər məktəbində. Bu şəkildə özün üçün orada olmaq, özünə kömək eləmək çox önəmlidir deyə düşünürəm.